Prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında düşənbədə keçirilmiş görüş böyük əhəmiyyət kəsb edir. Belə ki, bu görüşdə Putin ötən ilin dekabrında Azal təyyarəsinin Rusiya hava məkanında vurulması ilə bağlı ilk dəfə ətraflı açıqlama verdi. Ortaya çıxmış məsələlərin həlli üçün ölkəsinin müvafiq addımlar atmaq qərarında olduğunu göstərdi. Politoloq Amid Əliyev deyir ki, Azərbaycanın irəli sürdüyü tələblər yerinə yetirildi. Rusiya Federasiyasının prezidenti təyyarə qəzasının Rusiya arasında baş verdiyinə görə təəssüfləndiyini rəsmi şəkildə bildirdi. Eyni zamanda həlak olanların ailəsinə başsağlığını çatdırdı və bununla əlaqədar olaraq nəzərdə tutulan kompensasiyanın həmin ailələrə çatdırılması məsələsini öz nəzarətində saxlayacağını bildirdi. Eyni zamanda Rusiya Federasiyasının prezidenti görüşdə təsdiqlədi ki, bu qəzanın baş verməsində təqsirli olan şəxslər qısa müddətdə tapılıb, qanun qarşısında cavab verəcəklər. Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasından gözləndiyi haqlı gözləntiləri var. Birinci növbədə bu aylar ərzində Rusiya Federasiyasında Azərbaycanlı iş adamlarına, eləcə də mülki vətəndaşlarımıza qarşı baş verən zorakılıq halları aradan qaldırılacaq. Yersiz şəkildə miqrasiya qanunvericiliyinə uyğun olaraq qoyulmuş deportasiyalar aradan qaldırılacaq. Qanunsuz olaraq həbs edilmiş azərbaycanlılar yenidən azadlığa buraxacaq və Rusiya tərəfindən Azərbaycana qarşı qoyulmuş humanitar embargo məsələləri öz həllini tapacaq.